Yəni kompot kimi bişirmirsiniz, eləmirsiniz qazda, indi istidə qaz yandırmaq adam istəməyəndə. Çox reyhanları yumuşam və süzgəcə qoymuşdum. Süzgəcdən, yəni suyunu süzmüşəm. Məndə burada belə toplam yığsa bir dəstədir. Reyhanları hamısını belə bir qabda göstərirəm ki, yəni görsənsin. Qaba qoyandan sonra çaynikimiz qaynayır. Çaynikimiz qaynadı. Bunun üzərinə qap qaynar su əlavə edirəm. Litr yarım su tökdüm. Bir böyük dəstəyə litr yarım sudur burada. Onu da belə yarpaqları yaxşıca suya batırıram. Bu şəkildə üzərinə qaynar suyu tökdüm. 15 dəqiqə saxlayıram. İndi bunun içinə hələ şəkər əlavə eləmirəm. Yarpaqların yığacağam. Tütləşir. Bənövşə rəngdədir. Ətri super. Baxın rənginə. İndi bunun içindəkini reyhanları belə yığıram. İçində belə balaca qalıbsa problem deyil. Onsuz da sonra süzəcəm. İçindəki reyhanları yığdım və bunun üzərinə düz bir stakan, yəni 200 qramlıq stakanla dolu şəkər əlavə edirəm. Qaşığına da söyləmək istəyirəm. 9 xörək qaşığı. Yəni yenə də istəyə görədir, ağız dadına görə. Kim bəlkə çox şəkər xoşlayır, çox əlavə edin. Kim az xoşlayır, az əlavə edin. Yəni mən həmişə hazırladığım normanı deyirəm, nə qədər əlavə edirəm. Videonun altında yazacağım inşallah dəqiq. Belə bunu da belə qaçışdırdıq, şəkər əridi və əsasa gəlirik. Şəkərini də əlavə edəndən sonra yarım limon istifadə edirəm. Yəni içinə sıxıram. Əsas moment rəngi açılmağa başlayacaq inşallah. Bəziləri limon duzu da əlavə edir. Hərdə papam da istifadə edib. Yəni limon duzu da istifadə eləmişik. Limon əgər varsa, yəni məncə limon duzu əlavə eləmək lazım deyil. Yəni bununla da olur. Bismillah. Baxın, rəngi başlayır açılmağa. Belə. Tam yarım limon buna bəs edir. Gözəl rəngi oldu və çox tez hazırlanır. Yəni kompot kimi bişirmirsiniz, eləmirsiniz qazda, indi istidə qaz yandırmaq adam istəməyəndə çox rahat şəkildə balona qoyun ya qaba, üstünə qaynar su, şəkər, yəni sok hazır. Belə hazır oldu və dolu bir stakanda kənarda. Elə bir dolu stakan da kənarda qaldı. İndi bunu ağzını bağlayıram, qoyuram soyuducuda, qəşəng soyusun. Soyandan sonra içmək olar. Siz də hazırlayın, nuş olsun.